Hər kəsə salam, əziz altıncılar. Növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız iş dəftəri Year 3 What a Holiday olacaq. İlk dərslə bizi qarşılayır bir qayda. Qayda ən-izhar fe'linin keçmişi olacaq. Was və were haqqındadır. Gəlin qayda haqqında ə, ətraflı məlumat alaq və tanış olaq ki, was were nədir? Was were dediyim kimi əmizarın keçmişidir. Əmizar keçmişdə was və were kimi istifadə olunur. Yəni isimli cümlələri, əmizarlı cümlələri qurmaq istəyərkən keçmişdə, bu zaman biz əmizarın yerinə şəxslərə uyğun olaraq was were işlədirik. Demək I, he, she və it-də işlənir was. You, we, they-də isə işlənir were. Were. I, he, she, it-də was, you, we, they-də isə işlənəcək were. Deməli, biz bu şəxslərlə işlənərkən, keçmişdə bir cümlə işlədərkən was işlədəcək, digər şəxslərlə cümlə qurarkənsə keçmişdə were işlədəcək. Məsələn, bir for example deyək, tutaq ki, deyirəm ki, I am a teacher. Bu indiki zamandadır. Yəni, mən müəlliməm. Tərcüməsi olacaq ki, mən müəlliməm. Mən bunu keçmişdə yazmaq istəyirəm ki, mən müəllim idim. O zaman baxacağam ki, was, I was-la işlənir, düzdürmü? Deməli, mən burada əmin yerinə nə yazmalıyam? Was yazmalıyam. I was a teacher. I was a teacher. Mən müəllim idim kimi tərcümə olunur bu cümlə. İndiki zamanda mən müəlliməm, keçmişdə isə mən müəllim idim. Deməli, şəxsimiz nədirsə, ayda və he-she-in yerinə hər hansı bir isim də verilə bilər, ad da verilə bilər. Sadəcə baxacaq ki, tək isimdirmi verilən isim. Təkdirsə was işlənəcək, yox cəmdədirsə were işlənəcək. Ayda da həmçinin yenə was. Daha sonra you-la da həmçinin you, we, they-də də demək istəyirəm ki, o tələbədir. Tutaq ki, you are student. O tələbədir. Sən tələbəsən daha doğrusu. Sən tələbəsən deyirəm və deyirəm ki, bunu keçmişə çevirmək istəyirəm. Keçmiş zamanda nə olacaq? You-da hansı keçmiş zaman forması işlənirdi? To be-nin were işlənirdi. Deməli, are-ın yanına, yerinə nə yazacağım? Were yazacağım. You were student. Sən tələbə idin olacaq bu zamanda onun tərcüməsi. Bu şəkildə hərəsindən bir dənə for example verdik. Yəni bütün bu saydıqlarımda eyni ilə gerçəkləşəcək, eyni ilə yazılacaq. Həmçinin was-da da mən aynen for example verdim. Digər şəxslərdə də eyni cürdür. Yəni fərqli bir şey yoxdur. Hərəsindən bir dənə izah verim. Bir də burada nəyə baxmaq lazımdır? Was-were qaydasında. Axı keçmiş zamandan danışılır. Keçmiş zamanın zaman göstəricilərini öyrənmək lazımdır. Onlardan hansılardır? Ən çox işlənənlər əqolu cümlələrdir. Əqo əvvəl deməkdir. Əvvəllər yazmaq istəyirdim. Əvvəllər, okey. Daha sonra last keçmiş, keçən deməkdir. Keçmiş, keçən. Yesterday ola bilər. Testlərdə görə bilərsiniz. Yesterday dünən deməkdir. In məsələn 2012, yəni 2012-ci il demək istəyiriksə, yəni keçmişdən nəzərdə tuturuq da, düzdürmü? Ona görə bu tipli sözlərdə in 2012. Daha sonra başqa nə qaldı? Last-ı dedik, ago-nu dedik. Yesterday. Yenə testləri yazanda, işləyəndə nəyi görsəm onda yazacağım sizin üçün hələlik. Bunlar səhv etmirəmsə. Bəli, davam edirik. Deməli, zaman göstəricilərini öyrənməliyik ki, biz zaman göstəricilərini. Çünki cümlədə biz hansı to be formasını qoyacağımızı bizə göstərəcək zaman göstəriciləri. Bu zaman göstəricilərini gördüyümüz halda biz biləcəyik ki, cümlə keçmiş zamandadır.
Yox, əgər məsələn always görürüksə, sometimes görürüksə, usually görürüksə, now görürüksə, başqa nə var? At the moment var. Nowadays, yəni bir çox indiki zaman göstəriciləri var. Bu cür zaman sözləri görürüksə, deməli söhbət indiki zamandan gedir. Bir də bunun gələcəyi var, onu da gələcək zamanı keçəndə onu da izah eləyəcəm. Deməli, əgər bu yazdığım zaman göstəricilərindən hər hansı birini görürsə, deməli cümlə indiki zamandadır. İsimli cümlələrdə, ya daha doğrusu feilsiz cümlələr biz nədən istifadə edəcəyik? Am, is, are-dan. Əgər bunları görmüşüksə, am, is və are-dan. Yox, əgər bu zaman göstəricilərini görürüksə biz tapşırıqda və yaxud da testdə, deməli keçmiş zamandır. Was, were işlədəcəyik isimli cümlələrdə. Aydındırmı? Qayda bundan ibarətdir. Deməli, ilk öncə biz was, were-ün hansı şəxslərlə işləndiyini öyrənirik. Daha sonra keçmiş zaman və indiki zamanın zaman göstəricilərini öyrənirik ki, biz testdə işləyəndə rahat şəkildə tapa bilək ki, cümlə hansı zamandadır. Bu şəkildə. Və daha sonra Ə, bu tip cümlələrin inkarı və sualı var. İnkarı və sualı eyni ilə əmizar kimidir. Yəni was-dan sonra, were-dan sonra not hissəciyi artırırsınız. Olur wasn't. Məsələn, uzun forması was not-dursa, qısa forması bu şəkildə olacaq. Wasn't. Aha. Digərində də were not-dursa, qısa forması olacaq weren't. Bu qədər sadə. Sualda da was keçəcək, were keçəcək əvvələ. Yəni çox sadə qurulur. Eynən əmizardakı kimi. Cavab verəndə də suallara qısa cavab vermək istəyəndə də eyni ilə əmizarda necə göstərirdik? Məsələn, yesli bir cavab veririksə, ə, məsələn, there is deyirik, tutaq ki, no-lu cavab deyiriksə, there isn't deyirdik. Sonuna not hissəciyi mütləq artırırdıq. Burada da eyni ilə əgər yesli bir cavabdırsa, cavabımız təsdiqdədirsə, yes, there was, yes, they were işlədirik. Yox, əgər inkardadsa, sonlarına mütləq şəkildə not hissəciyi artırmalıyıq. Bu həmçinin there is, there are qaydasına da eyni gedir. Keçmişdə var idi. There was, there were. Tək isimlərlə there was, cəm isimlərlə isə there were işlənəcək. Çox sadə, rahat qaydadır. Əmizarı əgər yaxşı başa düşmüşüksə, bu qaydada da əziyyət çəkməyəcək. İndi isə davam edək. We use there was in a singular. Aha, there was işlədirik. Tək isimlərlə, there were işlədirik cəm isimlərlə. Bunu dedik. Gəlin keçək sözlərimizə baxaq. On holiday və factuals people activities. Mən bu sözlərin sizin üçün oxunuşunu və tərcüməsini yazın. Siz öz lüğət dəftərinizə köçürüb öyrənin mütləq şəkildə. Və uşaqlar, mən sizin üçün həm bu cərgədəki, yəni tətilə aid olan sözləri, həm də xidmətlər, insanlara, fəaliyyətlərə aid olan sözləri yazdım. On holiday başlığı altında olan sözlər bu tərəfdə. Facilities, people and activities-i burada yazdım yer çatmadığı üçün digər səhifəyə keçdim. İnşallah ki, işinizə yaranmış olar. Amusement park, amusement park bu şəkildə tələffüz olunur. Beach, camping. Aha, gəlin tərcümələrində deyək. Amusement park, əyləncə parkı. Beach, çimərlik. Camping, düşərgə. Countryside, kənd, qəsəbə. Historic Center, tarixi mərkəz. Museum, muzey. Sightseeing, görməli yerləri gəzmək. Street market isə olur küçə, bazarı. Digər isə xidmətlər, insanlara, fəaliyyətlərlə bağlı olan sözlərimiz fishing, balıq tutmaq, horse riding, at sürmək, hotel room, otel otağı, kanoe sürmək, qayıq idmanı, kayaking oxunur. Reception işçisi, safari, elə safari, swimming pool, üzgüçülük havuzu, tour guide isə tur bələdçisi deməkdir bizim dildə. Davam edirik. Vocabulary. Put the letters in the correct order and write the holiday words. Tətilə aid olan sözləri biz burada düzgün şəkildə
yazmalıyıq. Elədirsə, gəlin başlayaq. Bəli, uşaqlar sözləri düzgün şəkildə yazdıq. Elədirsə davam eləyək. Name image 16 write the holiday words from exercise 1. Exercise 1, yəni buradakı sözləri nə etməliyik? Şəkillərin altına doğru şəkildə yazmalıyıq. Gəlin yazaq. İkinci, deməli, ikinci şəkildə bizdən görürük. Beach, sahil görürük. Yazırıq. Üçüncü şəkildə muzeydir yəqin ki, bu yazaq. Mhm. Daha sonra amusement park, historic centerdir yəqin ki, bu. Digəri də ki, camping. Düzdürmü? Gəlin onları da yazaq. Yəni ilk öncə amusement park, daha sonra historic, center, digərində isə camping. Camping. Bu şəkildə tamamladıq. Davam edirik. Complete the table with the words phrases below. People, insanlar olanları, insanlara aid olanları bu cərgədə deməli factories digər cərgədə bu cədvəlin bu hissəsində activities isə fəaliyyətləri isə bu hissədə yazmalıyıq. Deməli gəlin başlayaq. Receptionist, reception bu insana aiddir. Yazırıq. People'da başqa yazacaq bir şey yoxdur. Ona görə otel otağını, daha sonra swimming pool'u facilities'ə də yaza bilərik. Çünki o həm də obyektlər, imkanlar mənasında da işlənə bilir. Bunlar isə şəxsə daha çox uyğundur. Çünki qəbul edən də insandır, tur bələdçisi də insandır. O səbəbdən bu hissəyə yazmağımız daha doğru olar. İlk dəfəsini elə düz yazmışdım. Daha sonra keçirik digərinə olacaq hotel, room, hotel roomu sildik və swimming pool. Daha sonra isə safari. Activitiesdə isə fishing-ə veriblər. Qalanlarını yazarıq. Daha sonra horse riding. Bu şəkildə tamamladıq. Matched 16 with EF. Deməli bizə verilən bu şəkilləri tamamlamalıyıq ki, hansı nədir? Deməli, birincisi fishing B-ni veriblər. B. Bu çıxıb, aradan bu yoxdur. Kayaking olacaq E. Bu da getdi. Daha sonra tour guide olacaq F. Tour guide olacaq F. Receptionist. Bu sözü bir türlü deyə bilmirəm. Olacaq C. Horse riding olacaq D. Safarisi olacaq A. Davam edirik. Grammar bölməsinə gəldik. Burada biraz bulanlıq düşüb. Mən sizə oxuyacağım da yazılıbsa. We were in Azerbaijan, we weren't in Spain. Was, were, wasn't və weren't yazmalıyıq. Deməli, birinci cümləmiz təsdiqdədir. İkinci cümlə deməli biz inkar da verməliyik. Olacaq wasn't. I was at the swimming pool this morning. I wasn't at the beach. 3-ə baxırıq. Leyla and Günay. Yesterday baxın. Yesterday zaman zərfi var. They were at home. Onlar evdə idilər. Deməli, məktəbdə deyildilər. Ona görə də weren't yazacağıq. Daha sonra my sister wasn't in the kitchen. Mənim bacım mətbəxdə deyildi. Deməli, haradaydı? She was
in the garden. I wasn't with Hannah. Wasn't I was. Yine burada was olacak. With Kakul yani ki. Sanan and the gym we were in the sun weren't olacak o zaman. Weren't. Çünki ikinci tərəfimiz təsdiqdədir. Belə tamamladıq, davam edirik. Cross out the incorrect verbs and write correct verbs. Deməli, biz burada readingdə oxumalıyıq bunu və buradakı səhvləri düzəliş etməliyik. Verbləri, feilləri səhv yazıblar, biz onları düzgün şəkildə yazmalıyıq. Gəlin yazaq. What a holiday. The town was. Town təkdə olduğuna görə, yəni bunu itlə əvəz edə bilərik. Itdə də was işləndiyinə görə townda da birbaşa işlənir was. There was a lot of museums. Baxın, burada museums cəmdədir. Cəmdə olduğuna görə biz artıq burada was yox, were yazmalıyıq. Çünki demişdik axı, cəm isimlərlə were, tək isimlərlə isə was işlənir. Aha. And there were a really nice street. Aha. Baxın, were-dən sonra and really nice street. Gözəl bir küçə. Gözəl bir küçə deyir də, düzdürmü? Əyan artiklı işlənib. Deməli, bu təkdə, cəmdə deyil, təkdə olmalıydı. Was. The food were great. Food təkdə olduğuna görə were yox, nə olmalıydı? Was olmalıydı. And there was a lot of very good restaurants. There was a lot of very good restaurants. Cəmdədir, düzdürmü? Cəmdə biz nə işlədirdik? Were işlədirdik. There wasn't amusement parks. Amusement parks cəmdə olduğuna görə wasn't yox, nə olacaq? Weren't olacaq. But there were a very big. Baxın, əgər artiklini gördüksə, deməli özündən sonra gələn isim təkdədir. Təkdə isə were silirik, yerinə yazırıq was. Çünki was təklərlə işlənirdi. Paul and there was a skate park too. Bu düzgündür. Was-dan sonra tək sadə isim işlənib. My parents, my brother and I was yox, were olacaq. Çünki nəyə görə? Mənim valideynlərim bir nəfər, mənim qardaşım bir nəfər və mən də bir nəfər, 3 nəfər elədik. Ona görə was yox, were olacaq. All really happy. Bu şəkildə tamamladıq, davam edirik. Complete a mini dialogues with the correct past simple form of be. Dialoqu be-nin düzgün keçmiş forması ilə tamamlamalıyıq. Were you in the hotel room? Yes deyirsə, I was olacaq. I-da was işləndiyinə görə. Aha, Isabella in a clothes shop. Isabella təkdə olduğuna görə was-la verəcəyik. Was Isabella in a clothes shop? No, she inkarda olduğuna görə wasn't olacaq. Çünki bayaq da qaydanı izah eləndə demişdik ki, əgər qarşısında no inkar səcəyi varsa, sonunu da notu mütləq şəkildə artırmalıyıq. Qısacası da belə yazılır. Uzun formada da was not. Bu şəkildə. Sam and Theo 2 nəfər olduğuna görə olacaq were. Sam and Theo in the museum. No, they weren't. Bu şəkildə. You and Ricky yenə 2 nəfərdirlər və ar yazdım. Bircə dəqiqə. Were. You and Ricky in the amusement park. Yes, we were. Yes olduğuna görə elə were sadə adi şəkildə işlənir. Davam edirik. Complete a dialogue. Yenə eyni qayda ilə. Was Anna in the city center this morning? No, she wasn't. Was veribsə cümlədə cavabı da eyni şəkildə. She was at the beach with her sister. Tamerlan deyir, her mom and dad in the city. Her mom bir nəfər və dad 2 nəfər. Ona görə nə olmalıdır? Cəmdə olmalıdır. Were her mom and dad in the city center? Sən anan və atan, daha doğrusu onun anası və atası şəhər mərkəzində idilər. Yes, they were. They were. They love fruit and vegetable there and you. O zaman they were olacaq. Yes, they were. They were at the street market. Onlar küçə marketində idilər. Sevirlər fruit meyvə və tərəvəzləri, oradakı meyvə və tərəvəzləri. And you, bəs sən, where were
you this morning? Sən bu səhər hardaydın? Where are you this morning? Aha, this morning. I was at the swimming pool. Mən üzgüçülük havuzunda idim. Davam edirik. Reading. Look at the text and take the correct answers. What is it? What is the text about? O nədir? Yəni blog post yoxsa messages on social media? Blog postudur yoxsa sosial şəbəkədə mesajlardır? Tekst nə haqqındadır? Lukanın ailəsi haqqındadır yoxsa Lukanın tətili haqqındadır? Gəlin oxuyaq, tərcümə edək. Daha sonra həmin suallara cavab verərik. Hey Lucas. Salam Lucas. You weren't at Liam's birthday party on Saturday. Were you on holiday? Aha. Salam Lucas. Şənbə günü Liam'ın partisinde değildin. Aha. Were you on holiday? Tətildeydin. Hi Samuel. Salam Samuel. Yes, we are. Bəli. Bəli, yəni biz tətildeydik for 2 weeks. 2 həftəlik tətil etdik. It was brilliant. Əla keçdi. Yəni çox əla idi. Cool. Were you in Spain? Əla. İspanya'da iydin. No, we weren't. Yok, orada değildik. We were in France with my aunt and uncle in a big house. Yok, orada değildik. Fransa'daydık. Halam ve halam. Halam ve əmmimin, belə deyək, böyük evi var. Böyük evində qaldıq daha doğrusu. Böyük evindeydik. Nice. Was there a swimming pool at the house? Əla. Evdə hovuz var idi. Davamına baxaq. No, there wasn't, but there was a beach near the house and it was a great. Yox idi, amma evin yaxınlığında çimərlik var idi və çox gözəl idi. My cousins and I were there every day playing volleyball and swimming in the ocean. Mən və əmi uşaqlarım da hər gün orada voleybol oynayır və dənizdə, daha doğrusu okeanda üzürdük. Were there other things to do? Başka ne ettiniz? Wow, yes. Horse riding, fishing, going to restaurants. But the best of all, hanging out with my cousins. Hə, deməli, əslində ata minmək, balıq tutmaq, restoranlara getmək, yəni hamısı əla idi, amma ən yaxşısı əmi uşaqlarımla vaxt keçirmək idi. The local town was good too. Deməli, local town, yerli town, bunu necə deyək, qəsəbə deyək, maraqlı idi. Nice parks, one with a skate park, really good street markets and even a bowling alley. Gözəl parklar, biri də skate park, yaxşı küçə bazarları, marketləri və hətta bowling zalı. There were a lot of museums too, so mom and dad were happy. Deməli, bir çox muzey də var idi, yəni bir neçə muzey də var idi həmçinin. Belə ki, anam və atam da xoşbəxt idilər. Awesome, əla. Deməli, oxuduqdan sonra gəlin cavablarımızı verək. What's it? Blog post deyildi, message idi. Çünki bunlar mesajlaşırlar, görürsünüzmü? Daha sonra tekst ne hakkındaydı? Luka'nın ailesi hakkındaydı. Yoksa Lucas'ın tətili hakkındaydı. Tabii ki Lucas'ın tətili hakkındaydı. Devam ediyoruz. Read the text and take the word phrase that completes its sentences. Deməli biz doğru cümlələrə tik qoyaraq nə etməliyik? Cümləni tamamlamalıyıq. Birincisini yazıblar. İkiyə baxırıq. Lucas was on holiday for 2 weeks olmalıydı. Səhv etmirəmsə for 2 weeks. Bəli.
O zaman bura tik qoyuruq. Lucas' favorite activity was being here with his cousins. Yəni öz əm uşaqları ilə birlikdə olmaq idi ən sevimli aktivitəsi. The skate park was near the beach, near the house, in a park. Baxaq. It was nice parks, was really good stores, nice parks. Nice park near the beach değildi, in a parkdaydı, bəli. Near the house idi. Baxaq bir dənə də. Xeyr. Near the park, near the house demir. Lucas' mom and dad like museums. Museums deməli muzeylərin olmasını Lucas'ın ana və atası bəyənmişdi. Write answer the questions. What Lucas with Liam Samuel last Saturday? Was Lucas with Liam and Samuel last Saturday? No, he wasn't. He was on holiday. Aha, deməli nə etməliyik burada? Biz bizə verilən suallara cavab verməliyik, amma bu cavablar mətndən oxuduğumuz mətndən olmalıdır. Gəlin, mən sizin üçün bu cavabları yazım. Belə uşaqlar suallara cavab yazdım. Gəlin baxaq. Was Lucas holiday fun? Lucas'ın tətili maraqlı, əyləncəli idi. Yes, it was brilliant. Bəli, o əla idi. Was Lucas with his cousin's parents on holiday? Lucas tətildə əm uşaqlarının valideynləri ilə birlikdə idi. Valideynləri ilə idi. Yes, he was. He was with his cousin's parents in France. Bəli, o öz əm uşaqlarının valideynləri ilə Fransada idi. Was Lucas in a small hotel? Lucas balaca oteldə idi. No, he wasn't. He was in a big house with his uncle and aunt. Were Lucas and his cousins in a swimming pool every day? Yes, they were. Yəni Lucas və onun əmisi uşaqları hər gün üzgüçülük havuzundaydılar. Bəli, onlar hər gün üzməyə gedirdilər. Language in context. Past simple of be. Be feilinin keçmiş formasını işləyəcək burada. Gəlin baxaq. 2-də deyirdi, we weren't at a campsite in a countryside. Aha, dedik ki biz əgər were-dən, was-dan sonra ümumiyyətcə an artikli gəlibsə, deməli cümlədə tək isimlə söhbət gedir və tək isimlərlə də weren't yox, wasn't işlənir. We was. We-ni gördüksə we-də was yox, were olmalıdır. The weather was hot. The weather was hot. Read the sentence and circle the 5 mistakes. 5 dənə mistake var. Ona görə 4 düzdür. I were yox, was olmalıdır. My big brother weren't yox. Brother təkdə olduğuna görə, bir dənə olduğuna görə wasn't olmalıdır. He was at work. He was at work. Bu da düzdür. Bu da düzdür. My friends wasn't yox, weren't olmalıdır. Çünki niyə? Dedik ki, friends cəmdə olduğuna görə cəmlərlə də for işlənir. 1, 2, 3, 4, 5. 5 dənə səhvi tapdıq, düzəltdik. Davam edirik. Complete the text with was, were, affirmative or wasn't, weren't, negative. Deməli, biz teksti tamamlamalıyıq was, were-ün inkar və təsdiq formaları ilə. Gəlin baxaq. My holidays, baxın, mənfi işarə verilib. O deməkdir ki, cümləmiz inkarda olmalıdır, yəni negativ olmalıdır. Holidays də cəmdə olduğuna görə olacaq weren't. Weren't. The campsite təkdə olduğuna görə olacaq was. Həm də təsdiqdədir. Was nice. And restaurants yenə cəmdə də olacaq were. But the weather təkdə də olacaq wasn't. Very good. It was wet and cold every day. I wasn't happy. You can't have fun in the rain. My mom and I were. Çünki burada I görüb was yazmır. Axı mənim anam və mən deyir. 2 nəfər var. Ona görə were olacaq. Were bored because we
We weren't on the beach. My dad'dən bir dənədir. Was happy for he loves fishing and fished like rain. Bu kadar. Tamamladık. Complete the sentences with was or there were. There was or there were. Aha, there is daranın keçmişi. Var idi. Təkdə olacaq. There was. Gəlin yazaq üstə. Təkdə. Yəni tək isimlərlə. Təkdə. There were isə olacaq cəmdə. Gəlin baxaq. There were so many things. Baxın, things cəmdə olduğuna görə there were işlənir. Sightseeing in a historic center. There is olacaq. Daha doğrusu there was. Geçmişte işledi ya. Outside the town, there was. Street market cəmdə olduğuna görə there were. Water sports on the river. There were. Su oyunları. By the river, some fantastic restaurants. There were. Some fantastic restaurants cəmdədir. In the hotel, dancing at the disco. In the hotel, a lot of young people to make friends with. Burada da there were. There was. In the hotel, there was dancing at the disco. There were a lot of young people cəmdədir to make friends with. Belə tamamladıq. Keçirik. Complete the text. Write a word in each gap. My city was the city for the Olympic Games. We were all very excited from the start. Originally, there enough hotels. Hotels cəmdə olduğuna görə were olacaq. There were enough hotels in our city. That was a problem. Aha, that was a problem. O zaman that was a problem deyirsə weren't olmalıdır. Çünki orada yetəri qədər otel yoxdur bizim şəhərdə və bu da problemdir deyir. City, that was a problem. After a year construction, there were amazing new hotel. Yəqin ki, there were amazing new hotel, an Olympic village, and even a new stadium. The Olympics were in August, but it was hot because wasn't olacaq. Çünki qışdı deyir. It was winter. And the Olympics were in August, but it wasn't hot. İsti değildi. Çünki it was winter. Çünki qış idi. There were 28 different sports and thousands of athletes. I was a ball girl at the tennis competition. It was amazing because there were a lot of famous tennis players in the course. Bu şəkildə tapşırıqlarımızı tamamladıq. İzahımız da bitdi. Növbəti izahlarda görüşənədək hələlik.